Peyğəmbər salavatullahın kəlamında qeyd olunur ki, qala Rasulullah sallallahu aleyhi və alihi və səlləm, Allahın Rəsulu, Allahın salavat və salamı olsun ona buyurur, Əhabbul əmali iləllah ədvəmuha və inqallə. Buyurur ki, Allah yanında ən sevimli əməl az da olsa davamlı olan əməldir. Yəni, ola bilər biri böyük bir əməl eləsin, amma davamlı olmasın. Məsələn, mübarək Ramazan ayında gecələri oyaq qaldın, ibadət, zikir, günüzləri danışmırdın, başınla işarə eləyirdin, yəni adi söz danışmayasan deyə ancaq zikirlə məşğul. Amma bir ay bitəndən sonra elə o orada qaldı, yenə əvvəlki ab-hava. Bu cür böyükdənsə elə az-az eləyib, amma ardı davamlı şəkildə olması. O el məsəli var, deyir, dama-dama göl olar. Çünki o davamlı olanda Allahla rabitə deməli hələ də qırılmayıb. Rabitə, bağlılıq davam edir. Ona görə Peyğəmbər sallallahu buyurur, Allah yanında ən sevimli əməl az da olsa davamlı olan əməldir.